İçərisində olan C vitamini miqdarı bir portağaldakindən dəfələrlə çoxdur. Dənəsi sümük, tozu ət, qabığı isə dərini yeniləyir. Tərkibində yüksək miqdarda A, C, Y vitaminləri vardır. Həzm, immunitet və əzələ sistemini gücləndirməkdə əvəzsizdir. Ayaq və qol əzələlərini möhkəmləndirir. Hətta dənəsində 17-yə qədər protein vardır. İydə tozu qəbulu insanın gündəlik mobil telefon, televizor, kompüter və sair cihazların radiasiyasından qoruyur. İydənin tərkibində hamının tanımadığı omega-7 yağı vardır ki, bu da mədə bağırsaq, ürək qan-damar sistemi, dalaq, ağciyər üçün faydalıdır. İydə tozu qəbulu dəri xəstəliklərinə qarşı faydalı olduğu məlumdur. Üydülüb toz halına salınmış iydə unu revmatizma üçün olduqca faydalıdır. İydə güclü iltihab əleyhinə təsirə malikdir. Böyrək və sidik kanallarında problemi olanlara tövsiyə edilir. Bədəndə olan göbələkləri məhv edə bilir. Mədə və bağırsağında yara və mikrob olanlara iydə yemək faydalıdır. Arıqlamaq istəyənlər üçün iydə əla fürsətdir. Tərkibində çox sayda liflər olduğuna görə adamı tox saxlayır, aclıq hissini öldürür. Tərkibindəki minerallar və vitaminlər dərini cavanlaşdırır, qırışları azaldır, saç tökülməsini önləyir. Süd verən analar, uşaqlar və yaşlı insanlar üydülmüş iydə tozu qəbul etsələr, sümükləri möhkəmlənər. Sümük ərimələri və əyilmələri olmaz. İydə çiçəyini iyləmək və onun qoxusu insana depressiya hissini azaldır. Şəkərli diabet xəstələri də istifadə edə bilərlər. İydə unu ilə arpa ununu bal ilə südə qarışdırıb uşaqlara içirtmək, onlarda sümük və əzələ sistemini gücləndirməkdə əvəzsiz bir nemətdir. Bu qarışımı 21 gün davam edin, gözlə görüləcək dərəcədə fərqi duyacaqsınız. İydə bədəninin temperaturunu aşağı salır. Daim üşüyən insanlar iydənin xeyrindən faydalanmaq üçün